Booming platformasıdır. Biznesinizi idarə etmək üçün bir ekosistem. Elə düşünün ki, səhər işə gələndə siz sadəcə bir ekrana və ya telefondan, kompüterdən baxırsınız və bu gün nə qədər qazandığınızı, hansı işçilərin işdə olduğunu dərhal görürsünüz. Əgər klinika və yaxud spa mərkəzi, hamam işlədirsinizsə, orada hansı otaqların, hansı brasletlərin, yəni qolbaqların, bundan paralel hansı xidmətlərin, restoransızsa hansı masaların boş olduğunu, işlək olduğunu buradan izləyə bilirsiniz. Çox sadə və təmiz. İndi isə daxil oluruq bu hissədə qeydiyyatdan keçid bölməsi olacaq və biz sıfırdan qeydiyyatdan keçəcəyik. Bura bir nömrə yazırıq. Hər hansı bir nömrənizi yazırıq, hansı ki, ora bir SMS gəlməlidir. Və nömrəni yazdıqdan sonra kod göndərilməlidir. Və həmin kod gəlir. Siz o kodu bura daxil edirsiniz. Daxil etdikdən sonra hesab məlumatlarını bura doğru şəkildə qeyd edəcəyik. E-mail ünvanı çox önəmlidir. Və həmin e-mail ünvanına sizə əsasən şirkət hesabına aid məlumatlar daxil ediləcək. Biznes adını biz bura test olaraq yazırıq. Və bundan paralel şifrəni qeyd edirik nümunə olaraq. Bu hissədə biz biznesimizin növünü qeyd edirik. Biz hal-hazırda burada görürsünüz bir çox növlər görsənir. Biz restoran, kafe olaraq qeyd edirik. Qeydiyyatı tamamladıqdan sonra belə bir ekran açılır. Bu sizin əsasən idarə panelinizdir. İdarə panelində göründüyü kimi belə bir link var. Bu sizin şirkət linkiniz sayılır. Belə bir ekran açılır. Həmin ekranda siz yəqin ki, öz məlumatlarınızı bir-bir orada yeniləməlisiniz. Biz gəlin başlayaq bu məlumatlar hansı ki, onlayn ödəniş, onlayn rezervasiya və bu məlumatları bir-bir daxil eləmək, başlayaq xidmət əlavə etməkdən. Xidmətlərin siyahısını görürsünüz və kateqoriya əlavə edəcəyik ilkin növbədə. Kateqoriyadan sonra xidmətin özünü əlavə edirik. Xidmətin adını bura daxil edirik. Və əlavə olaraq təsvir hissəsində məlumatları qeyd edirik. Əvvəlcə xidməti yadda saxlamalıyıq, sonra şəkil əlavə edəcəyik. Müddəti istədiyimiz saat kimi qeyd edə bilərik. Və sağ hissədə göründüyü kimi biz ora qiyməti təyin etməliyik. Qiymət mütləqdir. Əgər 0 olacaqsa 0, 10 manat kimi qeyd edirik nümunə olaraq. Və kateqoriya bayaq yaratdığımız müddətcə orada görsənəcək. Bufferlar əvvəl və sonra boş vaxtları qoyuruq ki, o bizim bir növ üst-üstə düşməməsi üçün istifadə olunacaq. Saatlar üst-üstə düşmür. İştirakçı sayını orada təyin edirik. İşçinin komissiya faizini xidmətin içərisində də əlavə etmək mümkündür. Onlayn rezervasiya aktivləşdirəndə onlayn görsənəcək xidmətlər orada görsənir. Add-ons əlavə edilmiş xidmətə əlavə xidmətlər, qiymət və saat təyin edirik və qəbul anketində həmin xidmətə uyğun hər hansı bir verəcəyiniz sual varsa onları qeyd edirsiniz və müştəri onları qeyd eləyir və hal-hazırda əlavə olunmuş xidmət siyahısını görürsünüz. Və kateqoriya hissəsinə əlavə etdikdə həmin xidməti yaradanda orada qeyd etmək mümkündür. Hazırki vəziyyətdə şəkilləri əlavə etmək və bir də sizə burada kateqoriyanı necə əlavə edirik onu göstərəcəm. Hazırki vəziyyətdə adında bir kateqoriya əlavə etmişik. Yenidən idarə panelinə qayıdırıq və idarə panelində görəcəksiniz birinci hissədə xətt qoyuldu. İndi keçirik oradan komanda üzvünü əlavə etməyə. Komanda üzvündə hal-hazırki vəziyyətdəki paketdə bizə bir işçi əlavə edə bilirik. Ona görə hazırki işçini biz yeniləyəcəyik. Bura şəkil yüklənir, bura məlumatlar qeyd olunur, e-mail, ünvan, telefon, şifrəni buradan dəyişə bilirsiniz və bundan paralel əməkdaşın rolu, kateqoriya, siz buradan kateqoriya əlavə edə bilirsiniz yenidən. Hər əməkdaş üçün kateqoriya əlavə etmək mümkündür. Misal biz burada təzədən nümunə kateqoriya əlavə edəcəyik və yaradıldı. Bu hissədə rəngini, komissiyasını, buradakı komissiya artıq işçinin təcrübəsinə uyğun yazılır. Bank hesabını yaza bilərsiniz, sonra köçürmədə asanlıq olsun deyə. Xidmətləri buradan bağlayırıq həmin əməkdaşa. Çünki hansı əməkdaş, hansı xidmətdə onu bağlayırıq. Əməkdaşın adı görsənsinmi, özü görsənməlimi, bəxşiş qəbul etməlidir, onu yazırsınız və fasilə break time, yəni fasilə vaxtı qoya bilirsiniz və əməkdaşın hansı saat aralığında işləyəcəyini əvvəlcədən təyin edirsiniz. Göründüyü kimi artıq kateqoriyaya bağlandı. Və buradan əməkdaşın səhifəsini əlavə görə bilirsiniz. Əməkdaş nə qədər işləyib, hansı xidmətlərlə işləyir, performansı necədir, hansı rezervasiyalar var, vaxt blokları nələrdir,
hər hansı bir tarixçə varmı, aktivlik varmı, onların hamısını görə bilirsiniz. Bu hissədə də URL yarada bilərsiniz. İndi mühasibat hissəsində xərclər, əməliyyatlar, vergi, əmək haqqı, vergi təqvimi, bunlar hamısı avtomatik olaraq bizim sistemdə sizə yenilənir. Siz istəsəz ödəniş linkləri yarada bilərsiniz. Bir növ post terminal məntiqi ilə buradan etmək mümkündür. Hesabatlar hissəsində də hesabatlar, rezervasiyalar, komanda, müştərilər, inventar, hansı ki, anbarın içərisində olan məlumatları buradan göstərmək mümkündür. Komissiyalar buradan görsənir, hansı əməkdaşa nə qədər ödəniş eləməlisiniz. Bəxşiş hesabatı, yəni tips çay pulu buradan görsənir. İndi isə keçək anbar hissəyə. Anbar hissəsi strukturlaşdırılmış bir çətin bir sistemdir, amma buradan biz sizin üçün elə yaratmışıq ki, bu çox asanlıqla işlədilmək mümkündür. Yeni mal daxil edirsiniz, bura adını, bura kateqoriyasını, burada göründüyü kimi malın növünü qeyd edirik. Burada sərfiyyat kimi, mal kimi ingredient eləsək menyuya bağlamalı oluruq. Sərfiyyat kimi edirik və hal-hazırda mal seçdik. Burada ölçü vahidini təyin edirik, satış qiymətini, üstünə sual olan yerlərə toxunub saxladıqda avtomatik olaraq məlumatlar buradan görsənir. Məsələn, burada göründüyü kimi bir anlam paket üçün sizin ödəyəcəyiniz məbləğ, paket həcmi nə üçündür, onun məntiqini izah edir, vahid maya dəyəri nədir, onun məntiqini izah edir. Bunların hər biri ayrı-ayrılıqda sizin üçün izah olunub ki, siz çətinlik çəkməyəsiniz. Və aşağı hissədə göründüyü kimi təsvir məlumatları daxil edirsiniz. Məhsul haqqında məlumatları ora qeyd edirsiniz. Və qalğı hissə açıq olduqda, siz hissəvi hissədə açıq olduqda bu məlumatlar avtomatik öz-özünə yenilənir. Siz artıq qalıq hissəsində, misal, məhsullar nə qədər var, bildiriş həddi odur ki, ambarda olan mal başlanğıc qalıq, bildiriş hədd bitəndə mənə xəbər elə. Nə qədər qalsa bitəndə xəbər elə və QR menyuda da göstərmək mümkündür, çünki bizim QR menyu hissəmiz var. Bu aləti sizə hədiyyə edirik və bundan paralel günüxüsü malı, şəkli, hər hansı bir allergenləri varmı, kalorisi nə qədərdir, dietik etiketlər varmı, bunların hamısını bir-bir məlumat olaraq biz bura qeyd eləyəcəyik. Gəlin sizə buradan dadlı yemək adını yazırıq, məhsul kimi yazırıq və qiymətini də qoyuruq 10 manat. Maya dəyərdə yəqin ki 5 manat olaraq qeyd edirik və paket həcmini də bir paketdə birinin qiyməti yəqin ki 1 manat kimi nəzərdə tutulur. Ora rəqəm yaza bilərsiniz, yazmaya bilərsiniz. Başlanğıc 10 dənə var bizim ambarda, bildiriş həddi də 2 dənə olsa mənə xəbər edər. Göründüyü kimi bu hissədə qiymət, maya və qalıqlar nə qədər olmalıdır, onu göstəririk. Həmin mal sifariş olunanda sifarişlər bölməsindən gəlir. Burada otaqlar qeyd edirsiniz və rəylər, sizin məhsullara, xidmətə uyğun rəylər gələndə hardan olur, onlar hamısı burada görsənir. Yeni rezervasiya manual oradan daxil edə bilirsiniz. Təqvimimizə buradan idarə edirsiniz. Gəlin bir yeni məhsul əlavə edək. Buradan bir yaradılmış masaya uyğun və yaxud seçilmiş masaya uyğun bir rezervasiya buradan əlavə etmək mümkündür. Burada masalar göründüyü kimi istənilən məlumatları burada doldurursunuz. Sizin istəyə uyğun, onlar hamısı buradan görsənir. Minimum məbləğ, orta seans, yan-yana masalar birləşdirmək mümkündür. Təsvir, masanın şəkillərini buraya yükləmək mümkündür və belə də zal planında da siz görəcəksiniz nə qədər boş və yaxud nə qədər rezerv olunmuş məhsullar var. Hazırki vəziyyətdə otaqları da əlavə etmək mümkündür və xidmətlərə otaqları bağlamaq mümkündür. Rəylər buradan oxunur dediyimiz kimi. Bu Instagramdan gələn mesajları idarə etmək üçündür. Bu biraz bahalı paketdədir. Normal paketlərdə yoxdur. Marketinq hissədə bunu sizə hədiyyə edirik. Bu paketdə, bu kampaniya hissəsində siz öz müştərilərinizin datasına uyğun marketinq, SMS-lər, e-maillər, məlumatlar göndərmək mümkündür. İndi sizə göstərəcəyimiz şablonlar içərisində o datalar öz əksini tapır. Misal, nümunə göstərmək istəyirəm. Məsələn, Time Agency şirkətinə xoş gəldiniz. Bundan bağlı welcome mesajı göndərmişik. Promokod hissəsi çox maraqlı bir stratejikdir. Promokodda siz yazırsınız, faiziniz endirim olur və maksimal istifadə hər müştəri üçün neçə dəfə istifadə, minimum bron məbləği nə qədər olmaq, bitmə müddəti və
yeni müştərimi istəyirsiniz ya bütün müştərilər və burada influencer'a bağlamaq hissəsi var. Siz hansı influencer bunu paylaşsa ona komissiya, pul kimi öz loyallıq kartına göndərmək hüququnuz var. Yəni bunu da dedim, sizə qeyd edim. Məsələn biz 10% yazmışıq. Əgər paylaşım olsa 10%-ə burada müştərinin adını qeyd edirik, avtomatik olaraq olur. Və bu hissəsə referral, yəni dəvət proqramıdır. Dəvət elə pul qazan. Abunəlik hissəsi var, hansı ki biz sizin üçün bir neçə pəsləri birləşdirici abunəlik xidmətlərimiz var. Filiallar, inteqrasiyaların içərisində sizə WhatsApp biznes, bu biraz bahalı paketlərdir. SMS bildirişləri, e-mail göndərmə bunlar hədiyyədir. Instagram messaging, Meta Pixeling, loyallıq proqramımız var əlavə. Bunu da biz sizə 1000 manatlıq paketdən yuxarı bütün paketlərdə hədiyyə edirik. Bu hissədə məlumatları qeyd edirsiniz, valetlərindəki statistikaları buradan görə bilirsiniz. Və referral bonusları buradadır. Happy hour, yəni bildiyimiz ən çox istifadə edilmək, xoşbəxt vaxtlar dediyimiz bir hissəsi var. Xüsusi alətdir. Onu buradan aktivləşdirərək loyallığı aktivləşdirmək mümkündür. Və QR menyunu buradan aktivləşdirirsə, indi aktivləşdirə bilməyəcək. Yəqin ki, çünki bizim hələ ki hesab aktivləşdirilməyib. Amma mən göstərəcəm onu hardan aktivləşdiririk. Bəxşiş hissəsi var. Bir də book now, indi rezervasiya Instagramda onu biz sizə hədiyyə edirik. Bax, indi hesabı aktivləşdirdik. Aktivləşdirdikdən sonra həmin bəxşiş hissə ilə QR menyu aktivləşəcək. Sizin şirkətin adı oradan görsənir, şəkilləri buradan yükləyirsiniz. Tərəfdaşlar, sponsorlar çox vacibdir. Siz öz şirkətiniz üçün sponsorlar dəvət edə bilirsiniz bu hissədən. İzlədiyiniz üçün təşəkkür edirəm. Hər hansı bir sualınız varsa, support hissəyə yaza bilərsiniz. Biz bacardığımız qədər sizə dəstək olacağıq. Təşəkkürlər.